Deməli, bir faktı da deyəcəm, zeytun yağı ilə bağlı. Məsələn, ölkədə yağ istehsalı məsələsi. Bu Zığ yolunun üstündə bir yağ zavodu var idi. İndi oranı bağlayıblar. Oranın işlədən o vaxt mən eşitdim bir hacı adı. Kiminsə bir hacı idi. Bakı sakini idi. Bu adamın istehsal elədiyi yağı biz Türkiyədən əsasən Türkiyənin yağını çox bəyənir. Bu Türkiyəyə aparırdılar buradan. Yəni bizim yağın keyfiyyəti Türkiyənin buraxdığı yağın keyfiyyətinə doğru. Bu adamın zavodunu bağladılar. Ki sən burada yağ istehsal eləyənməzsən. İndi bu quşçuluqla bağlı nə deyə bilərik biz? Orada vəziyyət necədir? Quşçuluqda da vəziyyət ürəkaçan deyil. Bilirsiniz, yemin qiyməti artır. İndi mən baxıram, ətin qiymətində artım var, quş ətinin qiymətində artım var. Bu yalnız bu dabaq xəstəliyi ilə bağlı deyil. Ümumiyyətlə, orada da quşda da dabaq xəstəliyi olur? Yox, dabaq xəstəliyi ilə bağlı, yəni iri buynuzlu, xırda buynuzlu heyvanların əti bir o qədər tələb olunmur. Hamı qaçır, təhlükəsizdir deyin quş ətinə. Ona görə deyirəm. Balığın qiyməti necə qalxıb, quş ətinin də qiymətində nisbətən artım var. Hər dəfə mən görürəm artımı. Və yumurtanın qiymətində ciddi artım var. Zaten hava sərinləyəndə yumurta biraz Dövlət Statistika Komitəsi də bunu göstərir. Əslində bilirsiniz, biz çalışıb onun maya dəyərini aşağı salmalıyıq. Orada da problem var. Orada tam öz əlini tapmır. İndi təsəvvür edin, əgər biz adam başına 78 kiloqram ət istehsal etmək istəyiriksə, bu bölünməlidir. Nə qədər quş ət olmalıdır, nə qədər xırda buynuzlu heyvanların əti olmalıdır, nə qədər iri buynuzlu heyvanların əti olmalıdır. Bu üç mən də onu bilirəm, təxminən 2,9 kiloqram illik mal ətidir. Bu 2,3 kiloqram qoyun ətidir. Belə şey, bu 29-u böləndə belə gəlir çıxır. Sonra gəlib balıq, quş da buna gəlir. Bəli. O 29-un içində. İndi bunu 78-ə hesablamaq lazımdır ki, adam başına. Biz nə qədər quş əti istəyirdik? Biz yemədiyimizi niyə hesablayaq Fuad bəy? Yox, biz ona çalışmalıyıq. Biz 78 kiloqram istehsal etməsək adam başına, ətin qiyməti düşməyəcək. Yəni təklifi artıranda qiymət düşəcək. İnsanlar, bilirsiniz, bu stabil olsa, nəyə görə bugün Qazaxıstanda, məsəl üçün, qoyun əti 11 manatdır, mal əti 9 manatdır. Nəyə görə? Ona görə ki, onlar 78 normaya çatıblar. Rusiyada nəyə görə elə eynidir. Rusiyada da, Qazaxıstanda da qiymət. Özdə böyük ölkələrdir, əhalisi də çox. Ödə çoxalsa Vahid bəy, pul da çoxalacaq ha, vətəndaş da varlanacaq. Bəli. Yəni tək bu elə vətəndaşın istehlak eləməsi o istehlakçının xeyrinə deyil. Həm də bunu istehsal eləyən xeyrinədir. İstehsal eləyən çoxaldıqca o da gəlir pul gətirəcəkdir. Və pul da dövrəyə girəcəkdir. Hər kəs burada varlanacaqdır. Yəni çox ciddi əslində o qədər bir-birinə bağlı olan məsələlərdir. Bəli. Bu istehsalçıların da əksəriyyəti kənddə yaşayanlardır. İndi bu ət istehsalı artıranda ot istehsalı da artır. Ot artandan sonra ət artacaq. Ot istehsalı artırsa bitkiçiliklə məşğul olanların gəliri artır. Yem istehsalı artır, taxıl istehsalı artır. Bu taxıl istehsalına məşğul olanların gəliri artır. Qazançları artır, maraq artır. Və bu heyvandarlığın inkişafına, südün inkişafına daha çox süd istehsal edəcək, indikindən 2 dəfə çox istehsal etməliyik. Məsələn, deməli, biz nəyə görə xaricdən daha çox kərə yağı gətirməliyik, niyə özümüz istehsal etməliyik? Süddən alınmalıdır, süddə istehsal bizdə. Bir pendirimiz yoxdur, adi bir pendirimiz yoxdur. Normal pendirimiz yoxdur. Mən sizdən İstəmak Gürcü pendiri yeri, özdə dadsız bir pendirdir, markadır. Deyirəm, gətir baxım, görüm, o gün yemişəm, uşaqlar da bu dünən də deyirəm efirdə. Qoyuram ağzına o da iğrənli pendirdir. Nə pendiri? Amma nə o marka eləyib, nə cəmaatın gözünə soxulacaq ki, bu Gürcü pendiridir, markadır, yeyin bunu. İndi təsəvvür edin, biz il ərzində yarım milyard dollarlıq heyvandarlıq məhsulu idxal edirik. Yarım milyard? Bəli. Dollar. Milyon dollar. Yəni təxminən 700-800 milyon yaxın. 700-800 milyon. Yəni 1 milyarda yaxınlaşır da. Manata, 1 milyard manata yaxındır. Əgər təmin etsək biz ölkə əhalisində, o idxaldan bir yerdə biz cəmi sizə deyim də, hardasa 60% təmin edirik, ümumilikdə 60%. Amma 100% təmin edəndə görün bizim nə qədər kənd təsərrüfatı istehsalçıları qazancı əldə edəcək, istehlakçıları məmnun olacaq ki, daha ucuz məhsul istehlak edirlər. Yəni bu
həm də ölkə iqtisadiyyatını inkişaf etdirəcək. Bu emala gedir axı. İndi istehsaldan vergi ödənilməsə də emala gedir, süd emalı. Hamı qazanc çoxdur burada. Bəli. O qədər qazanc var ki, Kərə hər kəs qazanacaq. Kərə yağı ən çox dəyər bugün kərə yağındadır. Pendir siz deyən kimi. Yəni sahəyə fikir vermədən buna nail olmaq mümkün olmayacaq. Burada gəlir, ondan sonra gedir kalbasa, saska zavodları işləyir, Bəli. pul qazanır, Bəli. orada nə qədər işçi işləyir, ondan sonra verir mağazalara, mağazalarda nə qədər qazanırlar. Yəni belə çox qəribədir. Bunu niyə eləmək istəmirlər? Mən o çatdım, yanıram, yaxılıram, vallah. Təsadüf adamlar gəlir idarə etməyə. Çox təsadüf adamlar. İndi mən başa düşürəm ki, qeyri-peşəkardır. Əvvəlki məsəl üçün bir 6 il işlədi. Bir ali təhsillə 3 ilə gedib bir institutu bitirmək olar. Oturub yalnız aqronomiyanın əsasları var da. Oturub onu oxuya bilərdi. Onu da oxumurlar. Bilirsiniz, bir dərk etmək, şəhərdə böyüyən adam onun üçün nə oxuyur, oxusun kənd təsərrüfatından bağlı onun beyninə girməz. Ay bak mən bu Kemalettin Heydərov mənə dəfə misal çəkəm. Kemalettin Heydərov gömrükçü idi. Pajar nə idi? Onun o pajarnı, gömrükçü elə bir sahədir ki, kənd təsərrüfatı çox mürəkkəbdir. Allah, gömrük də çox ciddi bir Yox, sahədir. bilirəm. Orada bir sistem yaratmaq. Kemalettin Heydərov deyir ki, qardaş, mənim özümün savadım çatmır. Bilmirəm. Ətrafına yığdı bir 10-15. Yəni bunlar o qədər öyle oldular ki, İsfəndiyar Axundov müsahibə verir, tikinti mağnatı. Deyir ki, qardaş, mən gördüm ki, mənim savadım çatmır. Açıq deyir adam. Hökumətə mesaj verir ki, heç olmasa mənim ki oğlundasın. Bəli. Getdim Abşeron nə bilim otelində yığdım bir 10-15 alimi ətrafıma, tikinti sahəsini bilənlər. Dedim, qardaş, pul məndən, baş sizdən. Gəlin işləyək. Bu gün kənd təsərrüfatının naziri açıb başı çıxmır. Adam da gəlib burada işlədə bilmir anda. Mən sizdən razıyam ki, mən onlara tez-tez təkliflər verirəm. Deyirəm ki, bir 20-yə yaxın mütəxəssis mən tanıyıram. Agronom, zootexnik, baytar həkimlər. Niyə götürmürlər? Deyirəm, müraciət eləyim, mən onların adlarını verim, götürün onlardan istifadə edin. Niyə eləmirlər onda? Gün sabah onlar daha yararsız olacaqlar. Ona görə ki... Deməli, onda məqsəd burada şey deyil də, yəni bilməmək deyil burada əsas səbəb. Bilirsiniz necədir? Bu qəsdir bu. Belədir də, deyir, əgər məni nazir qoyublarsa, deməli mən ağıllıyam. Yanaşma belədir. Əgər məni nazir təyin ediblərsə, mən ağıllıyam. Mənim kiminsə ağılına ehtiyacım yoxdur. Bunlar ədəbazdır, yekəxanadır. Bunlar ədəbazdır, yekəxanadır. Bunlar forsundan dağılırlar. Bunlar özlərini çox ağıllı hesab edirlər. Oturub orada, güzgüdə özünə baxır, deyir, qalstukun, pencəyim, hər şey yerində, mən ağıl məndə. Düşünmür ki, kənd təsərrüfatı mürəkkəb, olduqca mürəkkəb bir sahədir. Çox mürəkkəb sahədir. Orada istehsal prosesini... Maraqlı sahədir. Çox maraqlı. İstehsal prosesini izləmək lazımdır. İstehsal prosesində elə olur ki, hava şəraitindən bağlı istehsal prosesini sürətləndirməyə ehtiyac yaranır. Elə vaxt olur ki, onu əksinə, o sürəti aşağı salmağa ehtiyac olur. Onu nə ilə etmək olar? Onu mütəxəssis bilir, aqronom bilir. Hansı element vasitəsilə onu etmək olar, nə etmək olar? Bilirsiniz, olduqca mürəkkəbdir. Torpaqda, məsəl üçün, indi gübrəni verdim. Amma torpaqda birdən görürsən ki, bəzi elementlər çox olur, o digərini bloklayır. Sən gübrəni verdin, bitki onu qəbul edə bilmir. Bitki qəbul eləməli. Və onu əks reaksiyada verir. Mayenin konsentrasiyası elə olur ki, o əmici tel onu qəbul edə bilmir. Elə bilin ki, insanın deyirsən ki, ağzını aç, bir qarpızı istəyirsən onun ağzına yedizdirəsən. Bu olmaz, axı onun ağzının ölçüsü var. Yəni çox mürəkkəb sahədir. Bu mürəkkəb sahəni yalnız dərindən bilənlər bilir ki, o sahə mürəkkəbdir və o nə etmək lazımdır ki, bitki normal inkişaf etsin. Bizim bugün kənd təsərrüfatımız o bitkinin normal inkişafından asılıdır. Bitkidə, məsəl üçün, bitki qidanı hardan alır? İndi o torpaqda olan elementlərdir də, element nə iləsə təmin edir. Əsas fotosintez prosesində, elə deyilmi? İndi nə etmək lazımdır ki, bitkinin yarpağında turqorluq təmin edilsin? Gör, o nə qədər mürəkkəbdir. Turqorluq olmadan o fotosintez prosesi normal getməyəcək. Yəni, o solğun, çox mürəkkəb. İstək olmalıdır. Birinci istək olmalıdır. Bəli, istək olmalıdır. Və səni şəxsən qoyub, sən nazir qoydular, başın çıxmır. Sən
laf tutalım ki agronomsan. Amma sən heyvandarlığı bilmirsən, bitkiçiliyi bilmirsən, nə olsun bilmirsən də yenə də ətrafa mütəxəssislər yığmalısan hər sahənin adamı ki. Mütləq. Qardaş gəlin oturaq burada. Mütləq. Bir konsultasiya eləyək aramızda. Evet. Bir müzakirə aparaq. Şöyle nəyə necə eləməliyik biz? Məsələn, Zaqatalada bir vaxtlar türklər gəlmişlər orada, gülçülük ilə məşğul olurlar. Sovetin vaxtında Zaqatala qızıl gül yağı satırdı. Burada da gəldilər, böyle sahələr götürdülər. Məsələn, onların birbaşa müştəriləri fransızlar idi. Gəlir də burada qızıl gül götürürlər, aparırdılar. Burada o plantasiyaların, sovxozların hamısını dağıtdılar. Məhv elədilər sovxozları. Bəli. İndi var ya, amma kiçik həcmdə var, o da xırda şeylərdə elə ciddi bir... Mən sizi əmin edirəm. Əgər bunlar deyək ki də, kimi istəyir oraya yerləşdirmək istəyirsə, bir aktrisanı gətirib Kənd Təsərrüfatı Naziri qoysun. Məsəl üçün Aygün Kazımovanı gətirsin Kənd Təsərrüfatı Naziri qoysun. O bilirəm də, indi o müğənnilər ətrafına komandanı yığmağı bacarırlar. Bacarırlar, bə. Onlar komanda ilə çıxır. Komanda ilə çıxır. Deməli, hər o musiqi alətinin sənətkarı olanda onların yaxşı alınır. Bax, o ustalıq odur da. Ora bir deyək ki, Aygün Kazımovanı gətirsinlər, nazir qoysunlar. İnandırıram sizi. Bunlardan yaxşı işləyəcək. Gözəl bir komanda yığacaq, gözəl bir peşəkarları yığacaq ətrafına. Və o özü də öyrənəcək ki, nə etmək lazımdır, necə etmək lazımdır ki, indiki kritik vəziyyətdən çıxılsın. Yaxşı, istəmirsiniz yaxşı peşəkarları. Mən dediyim kimi, heç olmasa elə adamı gətirin ki, o ətrafına komandanı yığa bilsin. O komanda ilə işləyə bilsin. Siz bir mütəxəssis kimin necə hesab edirsiniz? Bu nə qədər çəkəcək bu proses? Bu proses neçə ki, bunlar dərin kadr islahatlarına getməyib. Yox, getmir. Da bunlar zaten getmir. Bəli, getmir. Amma uçurumun biz həndəvərinə, biz baxın, məsələn, gələn üçün proqnozunuz necədir sizin 2026-da hansı proqnoz? Beynəlxalq qurumlar, ciddi təşkilatlar Azərbaycanı ən aşağı, deməli, ÜDM 2%-ə qədər arta bilər. Yəni, müdaxili məhsul. Bildim. Bu ciddi siqnaldır. Təsəvvür edin, qonşu Ermənistan, Gürcüstan 6-7%, 8%, ondan sonra Tacikistan 9%, nə bilim Qazaxıstan, Türkmənistan 6-7%. Azərbaycan 2%. Azərbaycan bu il 1,3%, indi bu 9 ayda. Gələn il 2%. O 2% də, bilirsiniz nə tərdir? Müdaxilə məhsul istehsalı 2%. Rusiyanın eyni gedirik. Rusiyada indi başqa cürdür də, Rusiya indi müharibə eləyir, ona görə. Yəni ona görə onlarda müdaxilə məhsul düşüb indi 1,3, 1,5, 2 bu civardadır. Sülh şəraitində belə bir bizim Rusiyanın bir problemi də var. Problem odur ki, əhalinin bir hissəsini hərbi xidmətə göndərib, müharibəyə göndərib və onlarda işçi çatışmazlığı var. Açıq-aşkar Rusiyanın prezidenti deyir ki, bizdə əmək qüvvəsi çatışmır. Ona görə də indi son vaxtlar Azərbaycanla da vəziyyəti yaxşılaşdırmağa çalışırlar ki, Azərbaycanlılar Rusiyadan getməsin. Bizdə isə əmək qüvvəsi kifayət qədər, təsəvvür edin. Bütün resurslar, su resursunun deyirlər ki, bizdə su resursu çatışmır. Bəhanədir. Bəhanədir, necə çatışmır? Azərbaycanda özləri deyir ki, 25 milyard kubmetr Azərbaycanın su resursu var. Bunun bir hissəsi Gürcüstandan gələn Kürün hesabına, Araz hesabına və bir hissəsi də daxili suların hesabına formalaşdırır. Azərbaycana nə qədər lazımdır? Cəmi hamısı bir yerdə bizim istifadə etdiyimiz söz 5 milyard kubmetr. 25 milyard bizim su ehtiyatımız var, resursumuz var. 5 milyard kubmetrdə bizim ehtiyacımız var. Elə eləyiblər ki, orada da bilirsiniz, bax, bütün sahələrdə səmərəsiz iş qururlar. Bu Qarabağ Şirvan kanalı deyilən nədir? Bu Kürdəmirdən keçən bir kanal var. Köhnə kanalı ləğv edirlər. Bəli. Xəbərim var. Yerinə yeni bir tutumca ondan 3-4 dəfə böyük bir kanal çəkirlər. 50 metr belə, 50 metrdə belə. Bilmirəm, neçə min hektarlarla torpaq onun altında getdi. Getdi, evi yıxıldı. Yəni o torpaqlar artıq şeydən çıxarıldı. Halbuki bunları rahat şəkildə, mən o Naxçıvanla bağlı bir şey verəndə, su elektrik stansiyasına çəkilən kanal vardı. O kanalıyla bağlı məlumat verəndə, başım da ağrıdı ona, o vermişlər məhkəməyə, uduzdum elədim də. Orada bir mütəxəssis demişdi ki, qardaş, beton kanalla bu suyu nə yaparsan ki sən? Allah verib Sumqayıtda boru prokoz zavodu var.
Neçə ildir mən bunu deyirəm. İri həcmli Bəli. plasmas borular var. Ən az yaşı 150 ildir. 150 il. Tək onu, bir də köməkçi kanallar çək yanından, paylayıcılar. Bir ana xətt apar, bir də paylayıcı xətt apar. Vəssalam, nə o boyda torpağa ehtiyac olmasın şeydən çıxardasan, sıradan çıxardasan torpağı, həm də su itkisinə getmə. Yəni buxarlanma olsun. Zaten bunu sən o kanalla apardın. Orada o qədər adam da düşəcək, uşaq boğulacaq, adam düşəcək, heyvan düşəcək. Nə qədər zərər verəcək. Bütün bunların hamısını 20 il bundan qabaq Bəli. dəfələrlə təkrar edirəm. O siz dediklərinizin hamısını o adam ola bilsin indi oxuyub. O yadıma gəlir bir dəfə də o sizin deməli mən verilişdə olanda xanım aparır. O zəng eləmişdi. O sonra mənə də zəng elədi. Uzun illərdir və bu biz elə bilin ki mən təklif etmişdim ki bu sistemi necə qurmaq olar? Yalnız və yalnız borular vasitəsilə ötürmək. Ən gözəl o ikiz. Deməli və bunu mərkəzləşdirilmiş qaydada təşkil etmək və boru vasitəsilə birbaşa gəlir kəndlinin, fermerin təsərrüfatına. Və orada da sayğac qoyulur. Bitdi məsələ. Bitdi. Kəndliyə təhvil verilir. 60 qəpik suyu indi 3 manatı o belə 10 manat, 13 manata. Bəli. İtkiyə gedir. İtkiyə gedir çox. İtkiyə gedir və itkiyə gedəndə deməli torpağın üstündən gedirsə üstündə olan humus qatını yuyub aparır. Təsəlli. Altından gedirsə gedir qurunç sularının səviyyəsini qaldırır və şoranlaşdırır torpağımızı. Bu ziyan verir də və hər ildə də nə qədər cavan gənclər o kanallara düşüb boğulur. Boğulur. Mən demişəm ki o kanalın şəklini, videosunu çəkib atacaqlar mənə. Heyvan sürüsü düşür bəzən hallarda. Yəni bilirsiniz deyirik amma biz bunu neçə pul xərcləyirlər ha? Bir neçə milyard mən bilən ona pul xərcləyəcəklər. Bəs ona xərcləyirlər də. Boruda az gedir. Boruda az gedir. Az gedir. Orada silmək olmur. Silmək olmur. Burada həm də bir neçə ildən sonra təmir başlayacaq. Nə bilim orada avariya oldu, nə oldu falan. Bilsin. Ya Allah. Bunların beyni bircə şeyə işləyir. İllərdən qabağı görürlər. Bəli, bəli. Bircə şeyə işləyir ki, necə edək ki, buradan hər ildə biz qazanc əldə edək. Məsəl üçün yol, indi bizim bir yol var. 2 ildən bir orada təmir olunur. Dəssalam. 2 ildən bir bütün yollarımız elədir. Bunu bir dəfəlik çəkib bir 10 ilə, indi təcrübə var da 30 ilə zəmanət verirlər. Yol xarab olmayacaq. Bunlar 2 ildən bir yol çəkir. Nəyə görə? Artıq proyekt var. Proyektə pul verməyə ehtiyac yoxdur. Elə güya yenidən proyekt çəkilib, güya asfaltlanıb. Oldu var da. Başqa deyəcəyiniz var. Sağ olun. Bizi izləyən dostlardan xahiş edirəm ki 2 saat əlimi ancaq getirmişdim. 2 saatınızı aldım bu günləri. Sağ olun. Yox, belə Allah ömür versin. Təşəkkür edirəm. Bizim məqsədimiz yalnız maarifləndirməkdir. Bir də problemləri dilə gətirməkdir ki, bəlkə insafa gələ o sahəyə məsul olanlar nəsə bir hərəkətə gələ. Dövlət bizim hamımızın evidir. Bəli. Hər kəs bu evi qorumalıdır məncə. Tamamilə doğru. Yoxsa həyatımızı qorumayaq, evimizi qorumayaq. Yorğanı çəkək başımıza yataq ki, nə olacaq? Bununla da iş getmir axı. Yox, biz yatamarıq. Biz rahat yatamarıq. Biz rahat yata bilmirik. Olsun. Sağ olun. Bu da Allahın bir vergisidir. Bəli. Bu da Allahın bir vergisi. Mən təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm. Allah var eləsin. İzləyənlərdən xahiş edirəm ki, bəyənsinlər, paylaşsınlar. Sağ olsunlar. 1200-dən yuxarı adam oturub bizi izləyirdi. Dostlar, bəyənmə paylaşmağı xahiş edirəm. Unutmayaq. Bu işarəni hər kəs vursun, sonra paylaşsın. Sizdən sağollaşıram. Allah sizlərə, bizlərə nəsib eləsə sizin görüşünüzə gələcəm. İnşallah.